Bismillah. Bürclərin 22 yanvara ən düz proqnozu. Qoç, bugün iş və pul mövzusunda gözlənilməz xəbər ala bilərsən. Tələsmə, qərarları axşama saxla. Maddi şans açılır. Boğa, sakit amma məhsuldar gündür. Pul girişi mümkündür. Köhnə bir məsələ nəhayət yoluna düşəcək. Əkizlər, danışıqlar və razılaşmalar üçün əla gündür. Gözlənilməz təklif ala bilərsən. Şans səndən yanadır. Maddi baxımdan diqqətli ol. Lazımsız xərclərdən uzaq dur. Xərçəng, maddi baxımdan diqqətli ol. Lazımsız xərclərdən uzaq dur. Axşam saatları sevindirici xəbər gətirə bilər. Şir, bugün sənin günündür. Uğur, diqqət və şans sənin tərəfindədir. Pul və işlə bağlı gözəl imkan çıxacaq. Qız, planların sakit şəkildə həyata keçir. Kiçik qazanc böyük fürsətə çevrilə bilər. Səbirli ol. Tərəzi, gözlənilməz görüş həyatında dönüş yarada bilər. Pul axını yavaş-yavaş açılır. Daxili səsinə qulaq as. Əqrəb, gizli qalan bir məsələ üzə çıxacaq. Maddi məsələdə güclü şans var. Risk etsən udarsan. Ox atan, yeni təklif və ya iş imkanı gündəmdədir. Şanslı gündəsən, amma tələsənlik etmə. Oğlaq, zəhmətinin qarşılığını almağa başlayırsan. Pul və ya karyera mövzusunda yüksəliş var. Dolça, yaradıcılıq və ideyalar ön plandadır. Gözlənilməz gəlir və ya hədiyyə mümkündür. Balıq, daxili rahatlıq tapırsan. Pul məsələsində şans açılır. Xüsusilə axşam saatları uğurludur.